Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə bizə uşaqlığımızı xatırladan məhz armud, alça, gavalı şirniyyatının hazırlamasını paylaşacağım. Əsl yay şirniyyatıdır. İnanın qızlar, çox dadlıdır. Mən sizə o marketlərdə, şirniyyat evlərində satılan reseptlə yox, məhz öz reseptimlə hansı ki kövrək, yumuşaq bir şirniyyat əldə edəcəksiniz və hər birinizin xonçasını bəzəyən bir şirniyyat olacaq. Ona görə də videonu sona qədər izləməyi unutmayın. Videoya keçməmişdən öncə videomu bəyənsəniz kanalıma dəstək olmaq üçün like düyməsini basmağı unutmayın. İndi isə keçək hazırlama qaydasına. Meyvə şirniyyatını hazırlamaq üçün ilk öncə ərzaqlarla tanış edəcəm sizi. Bilirsiniz ki, meyvə şirniyyatında ən əsas ərzaq yağdır. Yəni təbii kərə yağı olmalıdır ki, pişirdiyiniz zaman xəmirin üzəri çatlamasın və yumuşaq olsun. Ona görə də mən artıq neçə vaxtdır ki, mətbəximdə istifadə etdiyim təbii kərə yağı olan Slavyanski kərə yağından istifadə edəcəm. Qızlar, mən yoxladım. Çox ləzzətli yağdır. Həm səhər yeməyində, həm şirniyyatlarda, həm yeməklərdə. Ona görə də sizinlə tanış eləmək istədim. Bilirsiniz ki, hər zaman mətbəximdə ən keyfiyyətli məhsullarla sizi tanış edirəm. Və demək, kərə yağı olaraq Slavyanski kərə yağından istifadə edəcəm. Un, şəkər tozu, xama, yumurta, vanil, qabartma tozu və limon suyundan istifadə edəcəm. Xama mütləq 25%-dan yuxarı olmalıdır yağlılığı. Yumurta 6 ədəd, 2 paket vanil, 2 paket qabartma tozu, şəkər tozu 360 qram, yəni 2 stəkandan bir barmaq aşağı, un isə apardığı qədər. Birinci növbədə yumurtaları qabın içərisinə əlavə edirəm və yumurtanı başlayıram əl mikseri ilə yaxşı-yaxşı açmağa. Yəni yumurta ağarana qədər açmaq lazımdır. Üzərindən ondan sonra şəkər tozunu əlavə edirəm. Şəkər tozu ilə yumurtanı o qədər çalmaq lazımdır ki, rəngi ağappaq olsun. Əgər belə sizə çətindirsə, mikserin ən aşağı gözü ilə də çala bilərsiniz yumurta ilə şəkər tozunu. Və ardıca xama əlavə edirəm. 3 xörək qaşığı xama əlavə edirəm. Xamanın üzərindən 3 xörək qaşığı limon suyu əlavə edirəm. Qatışdırıram. Ardıca Slavyanski kərə yağından 130 qram yumuşalmış, yəni yağı əvvəlcədən çıxardıb kənarda saxlamışdım, yumuşaqdır və 130 qram yumurtalı qarışımın içərisinə əlavə edirəm. Yağı da qatışdırdıqdan sonra un əlavə edirəm. Un 1 kilo ilə başlayın. Hardasa 1 kilo 100, 1 kilo 200 un gedəcək. Amma 1 kilonu əvvəlcədən ələkdən keçirdin. Üzərinə qabartma tozu, vanilini də əlavə edin. Başlayın xəmiri yoğurmağa. Gördünüz ki, sizə yenə un lazımdır. Ondan sonra 100-200 qram un əlavə edə bilərsiniz. Öncə qaşıqla qatışdırıram. Ardıca əlimlə yumuşaq, ələ yapışmayan, kövrək, belə ovuntulu xəmir yoğururam. Ovuntulu dedikdə, yəni qızlar, əlinizlə xəmiri böləndə görəcəksiniz ki, qırılır. Yəni xəmiri əl vuranda belə görəcəksiniz xəmir qırılır. Və belə xəmirim artıq hazırdır. Yumuşaq bir xəmir əldə etdim. Xəmirin üzərini salfan klokla bağlayıram və soyuducuda 1 saat gözlədirəm ki, xəmir dincəlsin. 1 saatdan sonra xəmiri soyuducudan çıxardıram. Soyuducunun adi gözündə, yəni buz tutan gözündə yox. Ondan sonra xəmiri 2-3 hissəyə ayırıram və başlayıram qramla kündələr tutmağa. Baxın, armud şirniyyatı əgər sırf armud şirniyyatı üçün istəyirsinizsə, onda qramını 45-46 qramdan götürün. Alça, ərik, gavalı şirniyyatı istəyirsinizsə, onda qramını 35 qramdan götürün. Əgər şəftəli şirniyyatı hazırlayacaqsınızsa, yəni hamısı bu eyni xəmirdəndir, onda onu da 45-46 qramdan götürə bilərsiniz. Və mən bu cür bölürəm, kündələrə ayırıram, ondan sonra kündəliyirəm qram olaraq. Baxın, bu alçanın qramıdır 35 qram, armud isə
Qeyd etdiyim kimi 45, 46, 44 də hətta götürə bilərsiniz. Və bu cür kündələrə ayırıram və mütləq ayırdığınız kündələrin üzəri çox hamar olmalıdır ki, bişdiyi zaman çatlamasın, yəni bölünməsin. Ona görə də buna mütləq yəni fikir verin ki, sonra əziyyətiniz heç olmasın. Və beləcə kündələrin hamısını qram olaraq ayırıram, üzərini salfan klokla bağlayıram və bir-bir forma verərək soba listinə yığıram. Formanı necə verirəm? Armud kündəsini götürürəm və əlimdə armud şəkilləndirməsini edirəm. Bunu hər kəs bir cür edə bilər, amma çalışın ki, bu armudun bu uzun, hardakı saplağı olan hissəsini biraz uzun dartaraq uzunlaşdırın ki, xəmir bişdikcə enə verəcək, onda formasını itirməsin. Və eyni qayda ilə hamısını bu şəkildə armud, yəni şirniyyatımın hamısını eyni qayda ilə bu cür formaya salıram, amma gavalı alça şirniyyatını necə kündə tutmuşamsa, o şəkildə də soba listinə yerləşdirəcəm. Yetər ki, üzəri hamar olsun. Və bunlar isə alça və gavalı şirniyyatının kündələridir. Elə necə kündə vermişəmsə, o şəkildə də hazırlayacağam. Və soba listinin içərisinə aralı-aralı 2 barmaq, yəni aralı şəkildə armudları yerləşdirirəm və əvvəlcədən qızdırılmış 170 dərəcəli sobada alt-üst rejimdə altı tam qızarana qədər, üzəri qızarmayana qədər bişirirəm. Eyni qaydada da alça ilə gavalı, yəni şirniyyatımı da əvvəlcədən qızdırılmış 170 dərəcəli sobada alt-üst rejimdə altı tam qızarıb üzəri ağappaq olana qədər, yəni üzəri qızarmayana qədər belə deyim, bişirmək lazımdır. Və armudlar artıq bişdi. Gördüyünüz kimi altı çox gözəl qızarıb, üzəri isə çox hamar və ağappaqdır. Hamar olmağının isə məhz tərkibinin həqiqətən də kərə yağı olmasındandır. Qeyd etdiyim kimi mən artıq şirniyyatlarımda Slavyanski kərə yağından istifadə edirəm. Çünki yağlılıq dərəcəsi çox gözəldir, 82%-dir. Həm də ətri, yəni çox gözəldir. Ona görə məsləhət görürəm ki, siz də məhz bu yağdan istifadə edəsiniz. Və armudları birinci istiliyi gedənə qədər qoyuram kənarda qalsın. Ondan sonra elə yəni tam qaynarlığı keçir. Yəni ilıq olan vaxtı arxa hissəsindən gördüyünüz kimi bu şəkildə ovuram, amma yəni düz hissəsi, yəni belə deyim də çatlamamaq şərti ilə. Və ovuntularını başqa bir qaba yerləşdirirəm. Onu qatlaşdırılmış, bişmiş südlə qatışdırıb içlik hazırlayacağam. Eyni qayda ilə hamısının içərisini oyuram. Bu arada gavalı ilə alça da artıq bişib, hazırdır. Gördüyünüz kimi üzəri ağappaq, çatlamayıb heç biri. Altı isə qırmızıdır. Yəni içi də əmin olun ki, tam şəkildə bişibdir. Burada bir şey də var ki, qazın, yəni tuxovkanın dərəcəsini də düzgün qoymaq lazımdır. Yəni 170-dən qaldırsaz üzəri də qızaracaqdır. Və eyni qaydada bu alça ilə gavalının da iç hissəsini, yəni oyub götürürəm. İçlik hazırlayıb yenidən içərisinə yerləşdirəcəm. Və peçenyaların içərisindən çıxan içliyi tam ovuntu halına gətirdim. Ondan sonra bir banka qatlaşdırılmış, bişmiş süd əlavə edirəm, qatışdırıram. Qatışdırıb eyni kütlə halına gətirdikdən sonra eyni ölçülü armudları tapıram və başlayıram hazırladığım içlikdən həmin armudların içərisinə yığmağa. Və içərilərini içliklə doldururam. Bir şey də qeyd edim ki, içlik biraz nəm olmalıdır ki, belə deyim də, hazırladığınız şirniyyat yumuşaq olsun. Yəni 2 gün, 3 gün qaldıqda belə boyatlanmasın. Və eyni qayda ilə hər iki tərəfin, yəni armudun hər iki tərəfini içliklə doldurub bir-birinə bitişdirirəm və eyni qayda ilə hamısını bu şəkildə hazırlayıram.
Alçaları, gavalları da eyni qayda ilə içliklə bu şəkildə doldurub bir-birindən bitişdirirəm. Bir şey də qeyd edim ki, istəsəz bu içliyi doldurduqdan sonra tən ortaya bir badam ya püstə ya qoz ya fındıq yerləşdirə bilərsiniz. Elə də çox dadlı və ləzzətli olur. Əgər baxmısınızsa, mən şəftəli şirniyyatımı məhz o şəkildə hazırlamışdım. Və gördüyünüz kimi meyvələrin hamısının içi içliklə dolduruldu və mən meyvələri bir yarım saatlıq soyuducunun adi gözünə yerləşdirirəm ki, qatlaşdırılmış süd, belə deyim də, bərkisin və biz onu rəngə batırdığımız zaman qopmasın. Və bizə rənglədiyimiz zaman lazım olacaq əvvəlcədən kənarda bir padnusun içərisinə salfetka yerləşdirin və yaxud da bir lazımsız bir dəsmal yerləşdirin. Daha sonra belə deyim də, yarım stəkan süd ayırıram, qaynanmış, soyumuş süd və yarım stəkan südün içərisinə həm portağal rəngi, həm yaşıl rəng, həm göy rəng, həm də qırmızı rəng yerləşdirirəm. Kənarda isə şəkər tozu saxlayıram. Öncə armudu, yəni meyvələri rəngli sulara batırıb salfetkanın üzərinə yerləşdirirəm. Suyunu çəkdikdən sonra harca bir 30-40 saniyə. Daha sonra şəkər tozunun içərisinə batırıram ki, belə deyim də, şəkər tozu gözəl görünsün üzərində, yaş belə olmasın üzərində. Ən çox gələn suallardan biri də odur ki, biz hazırlayırıq, amma yam-yaş olur meyvənin üzəri, şəkər tozu yaş qalır. Ona görə ki, ilk o, belə deyim də, rəngin, südün suyunu salfetka çəkməlidir və daha sonra şəkər tozuna batırmalısınız. Belə olduğu halda şəkər tozu da hayf olmur, yəni bütün rəng çıxmır şəkər tozuna. Və belə eyni qayda ilə istədiyiniz rəngə batırıb, yəni sonra şəkər tozuna sala bilərsiniz. Mən bugün sarı armud, sarı yaşıl armuddan yəni göstərmək istədim. İndi alçanı göstərəcəm. Ən xoşuma gələn elə alçanın rəngidir. Bu isə gavalının rəngidir. Yenə salfetkanın üzərinə yerləşdirirəm. İlk o südün salfetka canına çəkdikdən sonra şəkər tozuna batırıram və eyni qayda ilə hamısını bu şəkildə hazırlayıram. Qeyd edim ki, təbii rənglərdən də istifadə edə bilərsiniz. Məsəl üçün, alçanın rəngini petruşkanın rəngindən, yəni cəfərin rəngindən götürə bilərsiniz, şomunun rəngindən götürə bilərsiniz. Qırmızı rəng olaraq çuğundurun rəngindən, kök rəngi olaraq elə kökün rəngindən, gül kələminin rəngindən də çox gözəl gaval rəngi olur. Mən yəni əlimin altında rəng olduğundan elə tez bazar rənglə hazırlamaq istədim və budur. Bu gözəlliklər ərsəyə gəldi. Çox gözəl və çox dadlı bir şirniyyatdır. Şəxsən mənə uşaqlığımı xatırladan bir şirniyyatdır. Xonçaların belə deyim bəzəyidir. Yəni özünüz evdə hazırlaya bilərsiniz. Ələlxüsus da biləcəksiniz ki, dadı tamı yerindədir. Pryanik, bərk pryanik dadında deyil. Ona görə də məsləhətim elə evdə özünüzün hazırlanmasıdır. İndi mən kəsib içərisində göstərəcəm sizə necə kövrək, yumuşaq bir şirniyyat ərsəyə gəldi. İnanın ki, tərkibindən çox şey asılıdır. Bəzən margarinlə hazırlayırlar. Sonra yazırsınız ki, bəs bizdə daş kimi alındı və yaxud da üzəri çat-çat verdi, çatladı, görüntüsü heç də gözəl olmadı. Mütləq və mütləq təbii kərə yağından istifadə edin. Bir daha qeyd edirəm və kündəni tutanda çalışın ki, üzəri hamar olsun kündənin. Onda inanın ki, sizdə də məhz bu cür hamar, bişdikdən sonra hamar, kövrək bir şirniyyat ərsəyə gələcək. Bu qədər. Göz haqqınıza halal edin. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Heç kimin gözü, heç kimin qazanında qalmasın inşallah. Kanalımı bəyənirsinizsə abunə olmağı unutmayın. Videolarımı bəyənirsinizsə like etməyi unutmayın. Şərhlərinizi oxumaq hər zaman mənim üçün xoşdur. Sağ olun, salamatla qalın.